Üstəyə oradan verir telefonla da deyirəm ki, ay usta, bas buna 5.30 getmir axı, 0.20 gedir. 5.30 ver qardaş, heç bir problem yoxdur. Aparsın, töksün, heç bir problem də yoxdur. Mən ona zəmanət ver. Qalıram mən deçsə deyə bilmirəm. Model köhnəldikcə elə ehtiyac hissələr var ki, onu tapmaq biraz qəlizləşir. Orijinalla saxtanın bir fərqi varmı ki, doğrudan da onu fərqləndirmək olur, yoxsa elə bir fərqi yoxdur? Elektrik avtomobilləri almayın. Bu şua buraxır, zərərlidir. Ən bahalı ehtiyac hissəsi hansıdır? Modelin fərqi yoxdur. Ən bahalısı hansılar? Deyək də, yəni özünüz bilirsiniz də, Çin maşınları bu dəqiqə tuğyan edir. Maşallah. Hə, vallahi. Hər kəsə salam. Verilişimizin ikinci bölümü ilə qarşınızdayıq. Bugünkü mövzumuz avtomobil ehtiyat hissələri ilə bağlı olacaq. Və bu mövzuda mənim qonağım Vüqardır. Vüqar Salamlayıram mən də sizi. Aleykümselam. Vüqar Sola avto ehtiyat hissələrinin satış mütəxəssisidir və inanırıq ki, biz bu gün ehtiyat hissələri ilə bağlı izləyicilərimizi, sürücülərimizi maraqlandıran Dəqiq və qərəzli məlumatlar verəcəm. bütün suallara çalışacağıq ki, cavab tapaq. Buyur, Vüqar, salam. Salamlayıram mən də bütün hər kəsi. Sol avtomobil ehtiyat hissələrindən mərkəzindən hamıya atəşli salamlar. Miri nə suallar versə, nə qərəzli suallar olsa, nə fikirləşdiyi suallar olsa desə, onu yəni Çalışacağıq cavablandıraq. Bəli, cavablandıraq. Ən çox məni maraqlandıran sual odur ki, günümüzdə ən çox satılan ehtiyat hissələri nədir? Yəni ən çox səncə Miri belə deyək də, bu dəqiqə ən çox satılan ehtiyat hissələri, yəni mən öz subyektiv fikrimi deyirəm sənə, yəni satış mütəxəssisi olaraq bu dəqiqə ən çox satılan askı hissələridir. Yəni maşının üz qabıq hissəsi belə götürək də, bunun farasıdır, kapotudur, kırlasıdır. Bu hissələr bu dəqiqə günümüzdə ən az satılan ehtiyat hissələridir. O yəqin ki, qəza olanda bu qəza müddətində, qəza müddəti olan vaxtda məsəl üçün çox satılır. Askı da Amma məncə askı hissəsi belədir ki, yolların nahamar olmağından, nə bilim, çala-çuxur olmaqdan, düşməkdən, indi başlayır maşınlarda müəyyən hissələrdə. Bu çünki insan əməlidir, bunu insan düzəldir. Orada da var rezinlər, var vtulkalar var, orada məsəl üçün linklər var askı sistemində də. Bunlar sıradan çıxdıqca, yəni mən öz təcrübəmə əsasən tələbat olaraq çox. Tələbat olaraq bəli, bunlar satılır. Bəs necə qiymətlər, mən ümumi belə maraqlananda qiymətlərin hər il get-gedə bahalaşdığını düşünürəm. Məsələn, keçən illə bu il arasında ümumi götürək, qiymətdə bahalaşma var, yoxsa bəzi ucuzlaşma hiss olunur? Yox, ucuzlaşma deməzdim. Yəni özünüz bilirsiniz ki, qalxan bir ehtiyat hissəsinin qiyməti heç vaxt düşmür. Ucuzlaşma düşmür, stabil qalır. Əksinə bəli bahalaşır, amma biz şirkət olaraq, Sol Avto şirkəti olaraq, yəni bizim müştərilərimiz də bilir, müştəri auditoriyamız da bilir ki, yəni bizdə satılan ehtiyat hissələri həm keyfiyyətlidir, istəyir Çin mal olsun, istəyir orijinal mal olsun. Yəni düzdür, bahalaşma var, amma bir o qədər də deməzdim də. Amma məsəl üçün əyləc qəlbləri var ki, illərdir biz o əyləc qəlblərini stabil bir qiymətə satırıq. Çin malından gedir ha söhbət. İstəyir bunun Lexus modeli olsun, istəyir Toyota modeli olsun, istəyir Nissan modeli olsun. Yəni əyləc qəlblərində istəyir ön və arxa stabildir. Hələ ki bu mən öz təcrübəmdən deyirəm, yəni satış, yəni təcrübəmdən əsasən deyirəm ki, bəli, hələ ki bizdə stabildir. Əslində özün də maraqlı bir mövzuya toxundun. Bunu suala çevirsən, bir sual verim də. Dedin ki, məsələn Çin ehtiyat hissələri. Bəzən olur ki, yəni çoxdur, orijinalla Çini fərqləndirmək olmur bəzən. Bilmirəm, bəlkə də var. Yəni orijinal ehtiyat hissəsi ilə saxta deyək də, yəni Çin deməyə saxta deyək, çünki saxta demək daha düzgün olar. Orijinalla saxtanın bir fərqi varmı ki, doğrudan da onu fərqləndirmək olur, yoxsa elə bir fərqi yoxdur? Nəyidən bilmirəm? Yox, fərqləndirmək olur əslində, əlbəttə ki, belə fərqləndirmək olur da. Orijinal öz qabında gəlir, özünün qabında, özünün kodunla gəlir, iştirik kodundan. O iştirik kodundan. Amma firma var ki, alternativ kodla gəlir. Öz kodudur, amma orijinalın öz kodudur. Amma alternativ koddur. O maşına, yəni bu gedir də qoyulmaq olur üstünə, amma işləyir, özününküdür. Yəni başa düşdünüz necə? Yəni fikrimi çatdıra bildim. O kodu yoxlamağın yolu vardır. Əlbəttə ki, yoxlamağın yolu. O bizdə proqram var. Proqram əsasında məsəl üçün maşının ban nömrəsi var. Hər bir maşının ban nömrəsi var. Ban nömrəyə müştəri gəlir, bizə müraciət edir ki, Vüqar bəy, bunu mən maşına məsəl üçün amortizator istəyirəm. Maşının amortizatoru, sol amortizator. Mən alıram bu ban nömrəni, vururam. Maşının proqram var. O proqram əsasında biz açırıq, baxırıq ki, ya sağdır, ya soldur. Müştəriyə mən təklif edirəm, deyirəm ki, məsəl üçün 100 manata orijinalıdır, 50 manata bunun firmasıdır. O proqramı hamı əldə edə bilər, yoxsa şirkətlərdə olur? Ancaq şirkətlərdə, məsəl üçün avtomobil ehtiyat hissələri satan
müəssisələrdə də, mərkəzlərdə olur. Onu hər adam götürüb onu istifadə edə bilmir axı. Onu yəni elə bir proqramdır ki, o proqram yaradılıb, ancaq onu sən istifadə edə bilərsən. O kodu sən çıxarda bilərsən. O proqramı sən yəni orada baxa bilərsən ki, bu vurursan, bizim də saytımız var. Bizim saytımıza vururuq. O saytla baxırıq ki, həqiqətən də bu orijinaldır. Yox, orijinallığını onsuz da sən o müştəriyə deyirsən. Hər bir satılan ehtiyat hissəsinə də solo avto olaraq biz zəmanət verilir. Orijinala 6 ay, firmalara 3 ay zəmanət verilir. Hər bir ehtiyat hissəsində də çıxan, məsəl üçün nöqsanlara da solo avto olaraq biz yerində həll edirik. Ya o malı geri qaytarırıq, ya onu dəyişdiririk. Müştəri məmnun qalmırsa, əgər deyirsə, yox mən istəmirəm, bu malı qaytarmaq istəyirəm, yerində biz onu həll edirik. Onda belə deyək də, əsas fərqi bu koddur da. Yəni fərqi gözlə də belə görünür. Necə məsələn? Məsəl üçün nümunə də bir ehtiyac. Nümunə belə götürək də, adi əyləc qəlblərini götürək. Əyləc qəlblərində belədir. Onun üstündə iştirik kod olur, kodu da yazılır üstünə. Məsəl üçün əyləc qəlbidir. Əyləc qəlbinin üstündə iştirik kodu var. Orijinalda iştirik kod məsəl üçün üstündə vurulur. Amma firmada bir də görsən ki, ancaq onun karovka hissəsi yoxdur. Karovkanın üstəsində, amma şeyin üstündə olmur. Ehtiyat hissəsinin üstündə olmur. Olsa belə orada biraz əyri ola bilər və s. Kilometraj fərqi də var da. Məsəl üçün əyləc qəlbini orijinalı məsəl üçün sürürsənsə bir 50 min, 60 min. Məsəl üçün firmanı sürə bilərsən bir 30 min. Həm də məsələn o dediyin zəiflikdən də asılıdır. Dediyin iştirik kod məsələn ehtiyat hissəsinin üstünə əyri vurula bilər, tam oxunmaya bilər. Bu da biraz saxta olduğunu göstərir. Mən inanmıram, mən satdığım müddətdə görməmişəm. Hamısında çoxsunda bəli standart üstündə gəlir. Həm də ki müştəri də alanda açır, baxır, yoxlayır hər bir şeyini. Yəni tam əminliklə biz deyirik ki, yəni bu orijinaldır. Bax, yəqin ki, sənin də ətrafında var, mənim də ətrafımda çox sürücülər var ki, məsələn, deyək bir hissəsi, ehtiyat hissəsi xarab olub, deyir əşə onun vaxtını hələ də var da, biraz da sürüm də. Amma elə ehtiyat hissəsi var ki, onun xarab olduğunu bildiyin an, məsələn, gecikdirmədən dəyişməlisən də, bu ciddi nasazlıq çıxarda bilər. Amma bəziləri var ki, deyir ki, fikir vermir də, deyir hələ də biraz sürəm. Yox, o düzgün yanaşma deyil. İndi hansı ehtiyat hissəsi var mı, onun vaxtında dəyişməli? Əlbəttə ki, bir söz deyirəm, bax yenə dedim bayaq da, bu insan əməyidir. Bunu insan icad edib, bunu insan düzəldib, bunu ərsəyə gətirib. Təbii. Bu avtomobil elə bir şeydir ki, bildiyin texnikada, yəni hər bir halda hansısa bir ehtiyat hissəsində nasazlıq varsa, bunu vaxtında eləmək lazımdır. Nəyə görə eləmək lazımdır? Çünki bu insan həyatını hər bir an təhlükədə atar. Düzdür orası. Getdiyin yerdə atdın ayağı tormuza tutmadı, şlanq da partladı. Bunun jitkistidir, bunun orada olan əyləc qəlbləridir, ondan sonra diskləridir, əyləc diskləri. Əgər vaxtında bunu baxırsan ki, əgər bu maşında uca nasazlıq varsa, avtomobildə nasazlıq çıxıbsa, bunu valla vaxtında eləmək mümkündür. Nəyə görə? Ustalar da çoxdur. Bu dəqiqə yaxşı ustalar da var, savadlı ustalar da var. Müraciət edirsən, deyir ki, bəs qardaş, bunu dəyişmək lazımdır, bunu eləmək lazımdır. Düzdür, indi imkan tapıb bunu eləmək daha yaxşı olar. Amma maddiyyat da, əlbəttə ki, maddiyyat da orada önəm kəsb edir. Bizdə məsəl üçün ehtiyat hissələri var ki, orijinal daha bahadır, amma onun firmasını qoyursan, yenə həminki kimi işləyir. Yəni səni yolda qoymada gedirsən. Bax, baha dedin də, səncə ən bahalı ehtiyat hissəsi hansıdır? Modelin fərqi yoxdur. Yəni belə deyək də, ən bahalı ehtiyat hissələri, məsəl üçün karovka deyirlər də, sürətlər qutusunun beyni deyilən bir şey var. Çox bahalı. Bəli, onlar bahadır. Təxminən bir qiymət. Təxmini valla mən onu yəni sizə yalan deyərəm. Yəni ola bilər 2000 də ola bilər, 1500 də ola bilər. Dəyişir də. Bəli, o modelə uyğun orada fərqlilik var, qiymət dəyişir. Amma askı sistemində mən deməzdim ki, askı sistemində məsəl üçün qiymətlər daha yüksəkdir. Düzdür, elə var ki, Lexus modellərində 5-7 Lexuslar deyirlər də. Onlarda məsəl üçün pnevma podveska var. Maşını qaldırıb aşağı yəni. Düzdür, onlar biraz bahadır. Amma o da hələm-hələm, yəni sıradan çıxan bir şey deyil də. Yəni deyim ki, nakladka kimi aldın, əyləc qəlbləri kimi aldın, bu 2 gündən sonra, bir aydan sonra, 5 aydan sonra. Yox, o maşının üzərində gəlir 10 il, 15 il ona zəmanət verilib ki, bunun üzərində gedəcək. Yəni düzdür, bahadır ehtiyat hissələri. Amma yenə deyirəm də, bu ehtiyat hissələri biraz baha əldə olunur. Bildim də, yəni avtomobilin belə deyək də, onun həm modelindən də çox şey asılıdır. Modelindən əlbəttə ki, çox şey, ilindən də çox şey asılıdır. Model köhnəldikcə, mən sizə bir söz deyim. Qiymət ucuzlaşır. Model köhnəldikcə elə ehtiyat hissələr var ki, onu tapmaq biraz qəlizləşir. Ona görə bahalaşır. Çünki istehsala, nətər deyim, bu istehsal olunmur. Ona görə də baha olur. Ona görə də sən məcbursan bunu ölxanadan, ya ikinci əl bazarından, ölxanadan. Amma indi ölxana belə də yanaşmaq olar da. Düzdür, maddiyyat ona imkan vermir, gedib təzəsini alıb qoyasan üstünə.
Ölxanaya da gedirsən, Ölxana da heç kim malına deməz ki, mənim malım pisdir. Ölxanaya da gedirsən, Ölxana deyir ki, mən zəmanət verirəm, bu mal işləyəcək. Amma bilmirsən axı bu maşın nə qədər sürülüb, nətər sürülüb, bunun üstündə bu nətər işləyib, bunun orada yağı dəyişilib, dəyişilməyib. Əlbəttə ki, risklidir, amma alıb qoyanlar var da, Ölxanadan razı qalanlar da var. Razı qalmayanlar da var, qalanlar da var. Bəs belə deyək də, məsələn, dedin ki, avtomobillər var ki, onların ili köhnədir, ehtiyat hissəsinin istehsal dayanıqdır. Ümumi götürsək, səncə Azərbaycanda olan avtomobil modellərinin hansıların ehtiyat hissəsi tapılmır? Model də deyə bilərsən, fərq yoxdur. Yəni hansılarını tapmaq tapılmaq deməzdim də. Çətin tapılır. Çətin tapılan modellər valla çox azdır. Məsəl üçün Nissanın bir modeli var, Primera. Tapmaq olmur. Müəyyən hissələri var ki, baxırsan ki, nə sənin əlinin altında, nə də ki o işlədiyin şirkətlər ki, hansı ki sən oradan ehtiyat hissələr gətirirsən, o modellər yoxdur. Mənim yəni başıma gəlib də, yəni mən satdığım müddətdə görmüşəm ki, yoxdur. Amma müəyyən hissələr var ki, tez tapılır. Amma müəyyən hissələr var ki, üz qabıq hissəsini götürək də, kuza hissələrini götürək. İndi çəkirsən ki, mən bu gedib bu ehtiyat hissəsini hardan alacağam? İndi bir şey də var ki, Azərbaycanda belə bir psixologiya formalaşıb ki, maşını almamışdan qabaq onun ehtiyat hissələri haqqında fikirləşirlər. Maraqlanırlar. Mən bu maşını aldım. Bu maşını aldım, gətirdim. Mən bunun ehtiyat hissələrini ala biləcəm. Bir də bunu satmağı haqqında fikirləşirlər ki, bu maşını aldım, mən bunu nətər satacağam? Düzdür, əslində onun fikirləşmə. Mən onunla razıyam. Düzdür, mən də olsa fikirləşərəm. Qınamıram o alan adam ki, bu maşın düzdür, heç bir maşın səndən yaşamır da belə götürək. Müəyyən bir müddətdən sonra bir maşından bezirsən. 3 il, 5 il deyirsən ki, bunu dəyişim də. Çünki texnologiya yenilənir, bu dəqiqə hibrid sistemi çıxıb. Yəni özünüz bilirsiniz də, Çin maşınları bu dəqiqə tuğyan edir. Maşallah. Valla o qədər Çin maşınlarında o qədər yenilənmiş funksiyalar var ki, deyirsən ki, bu Toyota'da, Nissan'da niyə yoxdur? Bunlar bundan qabaq buraxılıb bu maşınlar. Bu funksiyalar niyə qoymurlar? Bunlar haqqında niyə fikirləşməyiblər? 360 kamera çıxardıblar. Çanqan avtomobillərinə minirsən bu dəqiqə. 360 kamera hər tərəf təhlükəsizliyi səni təmin eləyir. Maşın öz-özünü parkovka eləyir. Maşın öz-özünü parkovkadan çıxardır. Toyota ondan da böyük bir şirkətdir, Nissan ondan da böyük bir şirkətdir. Hələ bunlar haqqında təzəlikdə fikirləşirlər ki, mən bunları təzəlikdə edirəm. Onu da belə deyək də, bu Çin avtomobillərinin dedin ki, funksiyası çoxdur, 360 kamera və s. Onlar xarab olsa, o beyni zadı tapmaq olur olar. Yəni onu gətirən şirkət hansı ki? Gətirən şirkət, indi bilmirəm onlar nə dərəcədə nəyə zəmanət verirlər. O da zəmanət nətər verilir? Zəmanətin də şərtləri var da. Maşını məndən əgər aldırsan, salondan aldınsa, məndən başqa heç yerə getməməlisən. Yağını da mən dəyişməliyəm, buna qulluğu da mən eləməliyəm. O zaman zəmanətin içinə daxildir də. Yəni bunlar zəmanətin içindədir. Əgər yox maşını getdin, zəmanəti ola başqa yerdə yağını dəyişdirinsə, sən kilometrajda gəlib servisə müraciət eləmədinsə, zəmanət pozulur, zəmanətdən çıxardırlar. Yəni bu şərtlər var orada. İndi o gətirən şirkət də hansı ki o deyirsən onlar ehtiyat, yəqin ki o maşını gətirirsə, bunun ehtiyat hissələrini də əlbəttə ki, bunun o hansı ki o istehsalçı şirkətlə onun müqaviləsi olmalıdır ki, mən maşını satıram, ehtiyat hissələrini də mənə bu müddətdə sən verməlisən bu modellərə. Yəni mən belə fikirləşirəm. Yəni bu mənim subyektiv fikrimdir. Həm də ki, bu dəqiqə hansı zamanədə hər bir ehtiyat hissəsini tapmaq, yəni internetdir, yəni bunda da olmasa çerez qıran ölkədə, başqa ölkələrdən gətirmək olur. Bəli, olur. Ölkəmizdə Çin avtomobilləri əsasən də yeni nəsil elektrikli, yəni elektrikli avtomobillər ölkəmizdə çox yayılıb. Bu elektrikli avtomobillərin ehtiyat hissələri nə qədər yəni var Azərbaycanda, tapılırmı, bahadırmı çox? Və mən məsələn bir şey eşitmişəm ki, məsələn də elektrikli avtomobilin bateriyasının dəyişilməsi, nə bilim, bir motoru yığmaqdan baha başa gəlir. Bu düzdür, yoxsa elədir, yalan söhbətdir? Bir dənə belə bir söz deyim də. Belə bir tendensiya çıxmışdı ortaya ki, bir müddət bundan əvvəl bir sosial şəbəkələrin birində oxudum. Elektrik avtomobilləri almayın. Bu şua buraxır, zərərlidir. Mən də ondan sonra nə bilim elektrik avtomobilləri ekoloji cəhətdən çox təmizdir. Bunun yağı yox, motoru yox, fikirləş, antifrisi yox. Sənin iş prinsipin burada nədən ibarətdir? Benzin vurmursan, buna yanacaq sərfiyyatın yoxdur. Bunun iş prinsipi nədir? Gəldin, şükür Allaha, Bakıda, Bakı şəhərimizdə məntəqələr yaradılıb, özü də çoxdur. Çoxdur. Zikr modeli var, Avatar modeli var, ondan sonra Teslası var. Hər bir gətirən şirkət, bunu ki, hardan ki, alıb gətirsən, yəni ki, bayaq da o birinci hissəmizdə səninlə danışdığı o ehtiyat hissələrindən bağlı. Hər bir gətirən podaratçı bir şirkət bunu hansı ki, gətirmir, ölkəyə idxal edir, özü gətirir, özü də deyir ki, bəli, mən bunun ehtiyat hissələrini sənə təklif edirəm, gətirə bilərəm.
Yəni mən inanmıram ki, məsəl üçün Tesla modelidir, lap Avatar olsun, Strizikr model olsun, bunun ehtiyat hissələri tapılmasın. Əgər bu model gəlibsə Azərbaycana, bunun ehtiyat hissələri burada var. Bax, elə bir ehtiyat hissəsi var ki, o sürücüləri bezdirir. Yəni tez sıradan çıxır da. Yəni bunu təzə alırsan, qoyursan, sürüş tərzindən mi asılıdır, nədən asılıdır, o tez sıradan çıxır. Bu elə bir imenli ehtiyat hissəsi var. Tez-tez deyəndə belə deyək də, əyləc qəliblərdir, satırsan, tez yeyilir. Məsəl üçün də müştərinin sürüşündən asılıdır. Yəni insanın sürüşündən asılıdır. Bu adam tez-tez mi əyləcə basır, yoxsa gec mi basır? Yəni əyləc qəliblərdə tez yeyilir. Ondan sonra askı sistemidir, tez sıradan çıxır. Nəyə görə tez sıradan çıxır? Bu adam sürüşü fərqlidir. Bütün yolda olan çala-çuxurların hamısına salır, çaydan bir gəlir ki, dərədə, daşda, harda sürür, gəlir ki, mən bu ehtiyat hissəsini təkrarlamayır. Keyfiyyətsiz yağ, orijinal olmayan hava filtri və s. bu avtomobil ömrünə çox pis tam qısaldır da, Əmir, belə deyək. Məsəl üçün, bu dəqiqə Azərbaycan bazarında 1000-dən çox bəlkə də yağ çeşidi var. Doğrudan da çoxdur. Yağ çeşidi var. Hər bir dükana girirsən, hansı bir dükana. Gündə biri var. Bu yağı apar tök, mən buna zəmanət verirəm. Düzdür, brend olaraq baxırsan ki, brenddir, yaxşı brend. Aparırsan, tökürsən, 5.000-dən, 10.000-dən sonra sənin maşının motorunda nasazlıq yaranır. Mən bu yağdan tökmüşdüm axı. Bu niyə oldu? Yağ çeşidi çoxdur. Bilmək də olmur ki, hansı yağı tökəsən. Biz satdığımız yağ, biz məsəl üçün biz şirkət olaraq işlədiyimiz yağlar var ki, biz onlara zəmanət veririk. Nəyə görə zəmanət veririk? Çünki onu bizə gətirən şirkət, hansı ki bizə təklif edir ki, o rəsmi zəmanət verir ki, qardaş, bu yağlarda problem yoxdur. Apar bu yağı tök. Heç bir problem də olan deyil. Amma sınaqdan da keçirtmişik yaxı biz bunları. İllərdir biz o yağı satırıq. O satdığımız brendlərdə də hələ bir müştərilər gəlib deməyib ki, bu satdığımız yağda bizdə problem oldu. Yağda azalma verdi. Artıq ona güvənirsən. Artıq o yağa güvənirəm. Onu da müştəriyə mən rahatçılıqla təklif edirəm ki, bəli, əziz müştərim, bunu apar tök, sənin maşında heç bir problem olmayacaq. Müraciət edirəm avtomobilistlərə, sürücülərə müraciət edirəm ki, yağ seçimində həmişə dəqiq və qərəzli olun. Seçəndə yaxşı yağlar seçin. Sonra gəlib gedib keyfiyyətsiz yağ alırsınız. Gəlirsiniz deyirsiniz ki, satdığın yağdır da, verdin, apardın, tökdün, maşının motoru dağıldı. Elə eləməyin. Baxın, oxuyun, baxın, bir araşdırın. Ondan sonra dəqiq əlinizdə məlumat edin, gedin, yaxınlaşın. Bir də yağları alanda orada onun dopusku var. O yağı, məsəl üçün, bu maşın motor qəbul eləyir, eləmir. Orada yazılır o. Bəli, orada dopusku var. APN-CF var, APS var. Orada yazılar var da, yağların altında onlara diqqət eləmək lazımdır, baxmaq lazımdır ki, məsəl üçün müştəri var ki, gəlir ki, mənə 10-40 ver. Soruşuram ki, bu maşının kilometrajı nə qədərdir? Məsələn, deyir 130 min. Deyirəm ki, 130 min bu maşını niyə belə yağ tökürsün? 10-40 getmir axı buna. Mən maşını alandan 10-40 tökmüşəm. O maşının motorunun içində resursunu öldürür. Onda dəyişmək lazımdır. Onun polçasını da öldürür, onun yox, dəyişmək yox. Bir yağ əgər tökülürsə, zavod sənə deyir ki, bu yağdan tök 530. Sən bu yağdan tökməlisən. Çünki bunu sınaqdan keçirib bu motoru 530 yağından bu maşın işləyirsə, hibrid avtomobillər gəlib. Bu dəqiqə onlarda 0.20, 0.16 yağı gedir. Ona 530 tökmək düzgün deyil. Amma 530 tökürlər ha. Tökənlər var. Məsəl üçün Prius modelləri var. 30 kuza, 20 kuza. Bunun reglamenti var ki, zavod reglamenti deyir ki, buna 0.20 tökməlisən də. Süzülməlidir, yağ 0.20 yağı. Onu tökmürlər. 530 tökürlər. O da ziyandır. Əlbəttə ki, ziyandır. Bunun reglamenti, bu hibrid motorudur, hibriddir. Bu 0.20 ilə işləməlidir. Təzə model gələn hibrid də bu işləməlidir 0.20 ilə. Sən bunu niyə 530 tökürsən? Ustam dedi ki, buna 530 gedir. Onda biz də məcburuq, əgər onun ustası məsləhət görürsə, deyirsə, əgər... Onda istehsalçı yalan danışır. Belə çıxır ki, onda o istehsal edən şirkət, hansı ki, o bilmir, bizim usta çox bilir. Vallahi elə çıxır da. Biz qalırıq, belə, ustaya oradan verir telefonla deyirəm ki, ay usta, bax buna 530 getmir axı, 0.20 gedir. 530 ver qardaş, heç bir problem yoxdur, aparsın, töksün, heç bir problem də yoxdur, mən ona zəmanət verir. Qalıram, mən də etsin deyə bilirəm, məcbur verirəm. Müştəri, bizim də işimiz nədir? Müştəriyə qulluq eləmək. Müştəri deyir, qardaş, biz də veririk. Amma biz ona fikrimizi çatdırırıq ki, qardaş, bu maşına bu getmir. Bunun zavod qoyduğu reglament 5.30 deyil, 0.20. Ay, sağ ol. Bax, son olaraq, ümumi bayaqdan sürücülərimizə məsləhətlər və fikirlər verirsən. Son olaraq 3-4 cümlə ilə, ehtiyat hissələri ilə bağlı kritik deyək də, əsas məsləhətlərin nə olar sürücülərimizə? Əsas, qısa da belə deyək, bunları mütləq bilməlisiniz dediyiniz
o 3-4 məsləhət nə Belə olur? deyim də Miri, bax, son olaraq mən buradan sürücülərimizə müraciət edirəm. Yaxşı ehtiyat hissələr alın. Davamlı ehtiyat hissələr alın. Tanınmış yerlərdən ehtiyat hissələr alın. Güvənli olsun. Yəni siz o dükanı sınaqdan keçirtmisiniz də, ondan sonra gedin yaxınlaşın, ehtiyat hissələrini alın. Ondan sonra qoyun sizə dəqiq qərəzli məlumat versin. O satış üzrə meneceri sizə məsləhət versin ki, bəli, bunun qiyməti budur, bunu ala bilərsiniz. Belə deyə bilərəm. Yəni dəqiq olsun. Hər ehtiyat hissəsi, məsəl üçün, hər bir ehtiyat hissəsinin özünün bir funksiyası var. Yəni bu maşında bu icad olunubsa, əgər bu detal bu maşına qoyulubsa, bunun özünün hər birinin funksiyası var. Yəni yox, bu gedər, bunu qoyun buna, eləməyin. Nə olur, onu alın, maşınlarınıza qoyun və sürün. Yəni mən bundan artıq nə deyim? Belə, bugünkü mövzumuz avtomobil ehtiyat hissələri ilə bağlı idi. İnanıram ki, sizi maraqlandıran bir çox suala cavab tapdınız. Əgər sizi maraqlandıran başqa suallar varsa, onu bu videonun şərh bölməsində yazın. Biz şərhləri oxuyacağıq və gələn videolarımızda sizi maraqlandıran həmin sualların cavabını tapmağa çalışacağıq. Bugünlük bu qədər. Gələn videolarda görüşərik. Özünüzdən müğayət olun. Sağ olun.